Rusiyanın Sankt-Peterburq şəhərində qeyri-adi, hətta vahiməli eksponatlara malik muzey olan Kunstkamera haqda yəqin eşitmişsiniz. Sən demə, bizdə də Gəncə şəhərində belə unikal muzey varmış. Qorxmayın, bu hansısa dəhşət filminin atributu deyil, Gəncədəki Anatomiya Muzeyinin eksponatlarından biridir. Unikallığı ilə hər ziyarətçini təəccübləndirən bu Anatomiya Muzeyi Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin bazasında fəaliyyət göstərir. İlk eksponatları demək olar ki, bu tədris müəssisəsi yaranandan 1929-cu ildən toplanmağa başlanılan muzeydə hazırda 500-ədək eksponat var. Muzeyin mövcudluğunun son 10 illiklərində onun fondunun zənginləşdirilməsində bu qocaman müəllimin də əməyi var. Bu mövzuda yüzlərlə dərsliyin də müəllifi 76 yaşlı professor Adil Ramazanov bu işin əsl fədakarı kimi son 50 il ərzində öz həyatında və təcrübəsində ona rast gələn heç bir fürsəti əldən buraxmayaraq bu muzey üçün xeyli eksponat yığıb və onları lazımi formada öz əlləri ilə düzəldib. Ən unikal eksponatlardan biri muzeyimizdə bu şir iskeletidir. Gəncəyə məşxana gəlmişdi. Bu şir xəstələndi, öyrəsi oldu, bunun iskeletini hazırladıq. Bu uşağın ana bətnində inkişafıdır. Bu isə onun iskeletidir. 5 aylıq dölün iskeletidir. Bunları uzun müddət spirtdə və yaxud formalin məhlumda saxlamaq olar. Bu qaramalın böyrəkləridir. Bu isə samıq gürcəsidir, 2 metrə yarım uzunluğu var. Bu atın bağırsaqlarıdır. 6 dənə bağırsaqdır, gəmi bir yerdə. Mədə bir kamera olduğuna görə kör bağırsaq burada 40 litr həcmi var, iridir, ona əvəz eləyir. Bunlar təbii insan iskeletidirlər. Məndən sağdakı qadın, soldakı isə kişi iskeletidir. Təbiət və canlıların quruluşunun öyrənilməsinə xidmət edən muzey həqiqətən də öz nadir eksponatları ilə bizim Kunstkameramız sayıla bilər. Buradakı eksponatların əksəriyyəti təbiidir və canlı orqanizmlərin özünə aiddir. Odur ki, bu muzey ilə tanışlığı olduqca maraqlı sayılır. Zakir Muradov, Nazim Quliyev, Gəncə, Space.